öz əmrlərini Süni verir. intellekt nədir? Başım bir dənə onu izah edin, qoy Belə deyim də- tamaşaçılarımıza da aydın olsun. Elə gizli saxlayırsan ki, onu başqadan məşğul olmaz. Bəlkə daha da yanır. Biznesimə girməsin. Sən özün də bilmirsən. Biznes. Yox, süni intellekt Proqramdır. Proqram deyil də əslində, sistemdir. Yəni proqram olsa o effektə girir. Süni intellekt bəlirli bir sistem. Məsələn, Siz sizin şəkilə istifadə atırsınız, o necə elədiyiniz elədi? telefondan tutmuş da avtomobilə qədər, ağıllı evlərə qədər, bütün hər bir şeydə istifadə olunan bir sistemdir əslində süni intellekt. Hə, evə telefonda girsən sizin, də nə işıq yandı. Siri və yaxud da Google asistanınız süni intellekt. Sizin dediyinizi anlayır, ona uyğun sizə cavab verir. Və yaxud da ki, Google Translate əslində bir növ süni intellekt. Sadəcə bazası olan bir süni intellekt. Aydın da. Yəni bu növ bir şeydir. Sadəcə olaraq siz ona verdiyiniz əmrlərin üzərində o sizə istədiyiniz şeyi verir. Amma onu tam bir professional bir şəkildə verir. Məsəl üçün siz Yəni sənin bu elədiyini mən eləyə bilərəm? təbii ki, hər kəs eləyə bilər. Vəssalam. Qardaş yavaş-yavaş yola salam. Xırdalıqlara. Adın necə oldu əzizim? Barış. Barış. Barış adına